Salam. Neçə vaxtı yenə təbiətə çıxmırdım. Amma bu bitki məni çox özünə cəlb elədi. Fikir verin bu bitkiyə. Bax, mürəkkəb sümbülü var. Gövdəsi də küləş gövdədir. Mən 100% əminəm ki, bu taxıllar fəsiləsinə aid olan, yabanı olan bir bitkidir. O qədər oxşayır ki, amma baxıram ki, bu nə arpadır, nə buğdadır, nə vələmirdir, nə darı deyil. Bu bir neçə ildir ki, burada bitir. Əvvəllər yox idi, görməmişdim. Özlüyümdə belə qənaətə gəldim ki, bu bitki yəqin ki, mutasiya nəticəsində yaranmış yeni bir növ olacaqdır. Yəni, yeni bir növdür. İndi məni maraq götürüb ki, bu bitkidən sizin zonanızda varmı? Fikir verin. Bunun sümbülünə baxın. Amma bu sümbülün içərisində dəm meyvə var. Mən elə bil ki, yetişəndə onun dadına da baxmışam. Dadı qəşəkdir. Bir növ buğdanın dadını verir. Amma bu buğda deyil axı. Fikir verin. Sümbülü çox nazikdir. Və belə qənaətə gəldim ki, bu nəsə yeni bir növdür. Yaranıbdır. Ola bilər ki, mutasiya nəticəsində. Amma indi birazdan ki, bunun sümbülləri quruyacaq. Onda quşlar, sərçələr ən çox toplaşırlar, bunun dəm meyvələrini yeyirlər. Göyərçinlər, qurqurlar toplaşıb bunun dəm meyvələri ilə qidalanırlar. Çox maraqlı bir bitkidir. Bundan sizin zonanızda da varmı? Rast gəlmisiniz belə bir bitkiyə? Rast gəlmisinizsə mənə yazın. Sağ olun, bu qədər.